Məşhur blogerlərin arzusu imiş bu. Hətta dünyanın ən yaxşı blog kamerası statusunu alıbmış. Sən işə bax. Sizinlə mən Nurlan Texnovlogun ilk videosunda sizləri salamlayıram. İlk videoda da bloger olaraq elə blogerlər üçün əsas vasitə olan bir kamera təqdim edəcəm sizə. Siz əvvəlcə kanala abunə olub o zınqırov işarəsini orada aktiv edin, mən davam edirəm. Və qarşınızda DJI Osmo Pocket 3 Creator Combo. Bəli, Creator Combo paketidir bu. Sadə paketlər necə fərqlənir? Videonun irəliləyən dəqiqələrində danışacağam təbii ki. Amma gəlin əvvəlcə kameranın texniki parametrlərinə baxaq. Nə? Abunə olmadınız? Abunə olun da. Axı kanal yenidir. Başlayaq videoya. Bu aparat mexaniki stabilizatorla təchiz olunmuş 1 inçlik bir dənə kamera ilə təchiz olunubdur. Ümumiyyətlə belə kameraların qaranlıqla arası yaxşı deyil. Bu 1 inçlik sensorla təchiz olunduğu üçün qaranlıqla arası o qədər də pis deyil. Ulduzu barışıb desəm yalan demiş olmaram. DJI bu məhsullə demək olar ki, inqilab edibdir. Osmo Pocket 1 ilə 2-də istifadə olunur. Lakin 3 əməlli başlı partlayış elədi desəm, dəhşət fərqləri var cümləsi videonun bu yerində yerinə düşər deyə düşünürəm. 2 düyümlük OLED ekranı var. Bu sizə imkan verir ki, istər vertikal, istərsə horizontal videolar çəkin. Yəni həm YouTube çəkin, həm Instagram, həm TikTok çəkin. Hər gözəlin bir eybi olduğu kimi, bu gözəlin də bir eybi var. Bu kamera 4K 120 FPS-ə qədər çəkiliş eləyə bilir. Gəl ki, vertikala qoyanda maksimum 3K keyfiyyətlə çəkiliş eləyir. Bu da biraz xoşa gəlməz olur. Əslində bu da problem deyil. Çünki nə Instagram, nə də TikTok 4K keyfiyyətində faylı götürmür. Qaldı ki, niyə görə 3K edir? Çünki 4K-nı crop edir. Real 4K çəkmir. 4K-nı crop edib 3K edir ki, keyfiyyətli olsun video vertikal rejimdə. 3 yerdə mikrofon qoyublar. Arxada, öndə və yan tərəfdə. Hətta bu mikrofonlar qıraq səs-küyü kəsə bilirmiş. Hələ kameranın fırlanması imkan verir ki, siz rahat-rahat selfie videolar çəkəsiniz, storieslər çəkəsiniz. Bu başqa bir səviyyədir. Elə gəlin keçək bu kameraya. Hələ bu boyda boyuyla utanmır, 10 bit və log çəkilişlər eləyə bilir. Bəli, 10 bit və log çəkilişlər eləyə bilir. Professional çəkiliş edənlər üçün qəşəng rəng korreksiya etmə imkanı verir. Tutaq ki, professional çəkiliş eləyən deyilsiniz, amma ürəyinizdə log çəkməyə düşüb, yenə də problem yoxdur. Öz səhifələrində, veb saytlarında rəng profilinin faylını yerləşdiriblər ki, siz log çəkib həmin rəng profilindən istifadə edib videonuzu rəngləndirə bilərsiniz. Hətta mən sizə deyim ki, indi mən bu kameranın səsindən və bu kameranın görüntüsündən istifadə edirəm. Deyəsən elə mən də log çəkirəm. Çünki nəsə biraz boz təhərdir. Bu kameradan qaçmaq olmur. Active Track 6 texnologiyası ilə sizi əla şəkildə izləyə bilir. Məsələn, belə. Yəni bu kameradan qaçmaq mümkün deyil. Deyək ki, doyunca istifadə edib şarjın axırına çatdınız, narahat olmayın. 25 dəqiqəyə sürətli şarj ilə 100% olacaqdır. 166 dəqiqə isə sizin xidmətinizdə durmağa hazırdır. Eyiblərin biri də odur ki, bu kameralar tez qızır qardaş. Bir dəqiqəyə. Eyib elə bir ki oldu axı. Nəysə, qızma məsələsi isə sadəcə bu kameraya aid deyil. İstər bu kamera olsun, istər DJI Osmo Action 4 olsun, istər DJI Osmo Action 5 Pro olsun, istər GoPro'lar olsun. Bu tip portativ kameralar tez qızır. Çünki kiçikdir, yəni o iş əmsalları biraz korpuslarına uyğun gəlmir. Ona görə də qızma ehtimalları çoxdur. Amma narahat olmayın, bu həddindən artıq qızanda kameraya zərər olmasın deyə özünü söndürür. Bu bir çox action kameralara da xas bir xüsusiyyətdir. Xoşum gəlir, bəyənirəm bu xüsusiyyəti. Canlı yayınlarda da hətta web kamera kimi istifadə etmək olur bu balacanı. Maraqlıdır. Canlı yayın edirsən, bu kamera keyfiyyəti ilə sizi heyran eləyəcək, narahat olmayın. Bəzi kreativ rejimləri də var ki, 360 dərəcə fırlana bilir, üzü əl hərəkəti ilə tuta bilir, belə bilirsən, üzü tutur nəsə. Mən bayaq Creator Combo demişdim, amma fərqlərindən danışaq gəlin. Creator Combo fərqi odur ki, paketdə əlavə olaraq, yəni qutuda əlavə olaraq belə bir çanta gəlir. Bu çantanın içində nələr var? Bu çantanın içində belə bir Power Bank adlandırdığım daha böyük həcmli bir batarya var. Hətta mən buradan həcmini görüm yazıblar. Yox, təəssüf ki, bunun həcmini yazmayıblar burada ya da mən görə bilmirəm. Qocalıram deyəsən.
Həcmini görə bilmirəm. Ona görə daha böyük həcmlidir. İstər birbaşa istifadə edə bilirsiniz, istərsə bunun özünü burada gördüyünüz USB şarj portu vasitəsilə şarj edə bilərsiniz. Hər hansı bir kameraya qoşmağa ehtiyac yoxdur. Və yaxud da dediyim kimi, yəni kamerada istifadə edə bilərsiniz. Ondan sonra gəlin bu çantanı açaq. Bu çantadan narazıyam. Ona görə ki, kameranın özündə çox funksiyalı bir qab gəlir. Həmin qaba, yəni belə deyək, кейsə yerləşdirəndə kameranı artıq çantaya yerləşmir, sığışmır. Bunu biraz böyük eləyində nə olur ki? Deməli, çantanın içindən DJI Mic 2 mikrofonu çıxır. Maqniti və küləyə qarşı tükü ilə üstündə o birisi də tükü olur onun. Ondan sonra bir də nə var idi burada? Dayan görün, burada nə var idi? Geniş bucaq lensi. Bu da sadəcə maqnitlə bura yapışır. Filtrlərdə sadəcə maqnit vasitəsilə bu kameraya yapışdıra bilərsiniz. Bir də tövsiyə etmədiyim bir şey var ki, bu kameraya qoruyucu örtük çəkməyin. Ekranda çəkə bilərsiniz, amma kameraya çəksəz çəkilişin keyfiyyəti bəzi yerlərdə itə bilər. Çox funksiyalı qab demişdim. Çox funksiyalı qab nəyə görə deyirəm? DJI-nin özünü bu şəkildə bura yerləşdirə bilirsiniz. Hətta bunu tərsinə qoyub, təbii ki, belə deyək də bu aparatı çıxartmaqla. Bu aparat bu arada sırf tripod taxmaq üçündür. Burada bir USB şarj portu və yaxud fayl transfer portu yerləşdiriblər. Və yaxud da bura taxmaqla bunu belə bir tripod kimi olar hardasa. Yuxarıda da DJI Mic 2 mikrofonunu qoymağa yer qoyublar. Hətta əlavə olaraq içində də 2 ədəd maqnit yeri qoyublar ki, siz bura və bura hər hansı bir filtri və lensi taxa bilərsiniz. Yəni maqnitlə sadəcə yapışdırırsınız ki, burada qalsın. Yəni ona görə çox funksiyalı case adlandırıram mən bunu. DJI Osmo Pocket 3-dən bu qədər. Mənə maraqlıdır ki, görəsən 4-cü versiyada nə üstünlüklər olacaq. Doğrudan da bu kamera əjdahadır deyə bilərəm. 4-cü versiya daha da fərqli olacaq. İşləyirlər də. Qiymətinə gələndə isə bugün bu kameralar, portativ kameralar biraz baha olur. Creator Combo-nun təzəsi isə 1270-1400 manat arası dəyişir. Sadəsi isə nisbətən ucuzdur. 930-1030 manat arası. Dəyərmi yeni başlayanlar üçün və yaxud YouTube çəkmək istəyənlər üçün, rahat çəkiliş etmək istəyənlər üçün, öz-özünü çəkmək istəyənlər üçün bu kamera ən ideal kameradır. Çünki həqiqətən də əgər siz iPhone-la çəkiliş edirsinizsə, onun ön kamerası o qədər də güclü bir kamera deyil. Main, əsas kamera sizə tərəf dönür. Siz də ekranda bunu, baxın, elə bu ekranda bunu görə bilirsiniz. Əlavə suallarınız varsa, şərhlərə yazın, gəlsin, səmimi cavablayacağımdan əmin ola bilərsiniz. Sizinlə mən idim Nurlan Qurbanov. Videonu like eləyib, yəni bəyənib paylaşmağı unutmayın. Fikirlərinizi isə mütləq şərhdə gözləyirəm. Hələlik!